Saf mühebbet sona yetti. Hiç bilmedik vüsalımız. Bizden küsüp hara gitti. Yolumuza dumanla açan çöker çöker ayrıldık biz. Gözümüzü üfürlere dike dike ayrıldık biz. Baharımız kışa döndü. Dona dona ayrıldık biz. Yoluşmadan sevişmeden yana yana ayrıldık biz. Kıvrım saç. Budur. Bax, burada hər şey görəcəksiniz. Bu düyməni bassaz, hər şey görünəcək. Hə, deməli bu uzun düyməni basmalıyam, hə oğlum? Hə, onu. Yaxşı. Çox sağ ol. Baxandan sonra çağırarsınız. Yaxşı. Sağ ol. Ay. Oy. Bu yaşımda kompüter öyrənməyimə bir bax da. Budur, görünür. Budur. Dayan görəm. Bu ki mənəm. Çıxıb məktubu götürürəm. Yaxşı, bəs məndən əvvəl gələn adam hanı? Ay, geri qayıtmaq düyməsi hansı idi? Hə, budur. Oh. Bu niyə qara göstərir? Deyir ki, görüntü yoxdur. Ay, səni görüm lənətə gələsən. Deməli, həmin adam elə o vaxt gəlib. Deyir, görüntü yoxdur. Görüm səni yoxa çıxasan elə. Bu zəhirmarı kim söndürüb axı? O adam məni izləyir. Dilber, özüne geldin. Mənə nə olub? Hoşunu itirmiştin. Qızımız tapıldı. Adamlarımın hamısına tapşırmışam. Onu aktarırlar. Tezliğinden tapılar. Dilber, bu suallarından beni biraz da yorma. Bayaqdan Rəfiqənin əri də zəng eləyir. Bu vaxt qonaq gəlmək istəyirlər. Rəfiqəm bugün qızımıza elçi gəlmək istəyirdi. Şəhrizadə oğluna göstərmək istəyirdi. Biz indi neyniyəcəyik? Qulaq as. Nə olursa olsun qızımızın yoxa çıxdığını heç kim bilməməlidir. Bu söz yayılsa biabır olacağıq, Səlim. Düz deyirsən. Əgər həqiqət üzə çıxsa, Ziba məni bağışlamayacaq. Əri çox ciddi adamdır. Şəhrizadə onun oğlu ilə çoxdan nişanlamaq lazım idi. Heç düşünməzdim ki, qızımız belə tez böyüyər. O oğlana baş qoşmazdan, onunla görüşməzdən əvvəl Elnurun toyundan sonra onu ərə verməliydi arvad. Mən də heç bu haqda düşünmürdüm, Səlim. Bir bilsən, qızımla bağlı nə qədər arzum, istəyim var idi. Fikirləşirdim ki, böyüsün, onu xaricdə oxudacam, ağlı başında bir qız olacaq. Səlim, axı biz hardan bilərdik? Bir qızı idi deyə onun nazı ilə oynadıq. Bax gör indi bizim üçün nə qədər problem yarattı. Görəsən harda ola bilər, Səlim? Bilmirəm. Çox güman ki, bu Şirzadın işidir. Nənəcan, məni çağırmısan? Hə, gəl qızım. Burada otur. Axı bu... Otur, Nənə. otur. Otur qızım.
Mənim balam, Hə, nənə. axır vaxtlar görürəm çox ağlayırsan. Hə. Uşağımı itirəndən sonra belə olmuşam. Özümdən asılı deyil, çox ağlayıram. Hə, sən çox həssas olmusan. Saçların uzundur, çox gözəldir. Bir vaxtlar mənim də saçım belə uzun idi. Saçlarımı qəşəng hörüb ucuna gümüş pullar taxırdım. Sənin saçlarını gördüm, baban yadıma düşdü. Babam? Axı, indi saç örmək dəbdə deyil. Amma mən sənin saçlarını beləcə hörmək istədim. Sənə çox yaraşdı qızım. Sağ ol, nənəcəm. Ay, biraz Bağışla ağrıdı. qızım. Saç hörməyi Hə, unutmuşam. indi yox, narahat olma. Sən axır ki evinə gəldin. Necəsən? Yaxşısan? Mən bu kasetdəki anamın vəsiyyəti üçün gəldim. O dedi ki, atanı narazı salma. Mütləq onunla barış. Sən ancaq ananın sözünə qulaq asırsan? Necə başa düşürsən düş, bu sənin işindir. Mən onun vəsiyyətini yerinə yetirməyə gəlmişəm. Amma sənə ata deməyəcəm. Başa düşdün, deməyəcəm. Sənin mənə ata deməyin üçün mən neynəməliyəm? Belə bir şey heç vaxt olmayacaq. İndi də deməyəcəksən? Məni bundan qorxudursan? Sən nə inirsən? Ata deyəcəksən ya yox? Neynəmək istəyirsənsə, mən gedəndən sonra elə. Mən sənə ata deməyəcəm. Ata deyəcəksən ya yox? Yox, 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 yox. Xahiş edirəm. Sənə ata deməyəcəm, bəsdir! Mənə ata de. Sənə deyirəm ki, mənə ata de. Yox! Ata! Oğlum, Ata! Ata! mənim balam, mənim oğlum. Ata! Ana? Qızım, Bura bax, ana. saçın... Saçımı nənəm hördə. Ay axmaq, başım boş. Nədir ki? Niyə imkan verdin saçını hörsün? Hə? Burada nə var ki? Dedi cavanlığım yadıma düşdü. Sonra da saçımı Səni görüm hördü. elə cavan ölərdin, ay qoca qarı. Cavan ölərdin, hiyləgər tülkü. Sənə dedim axı DNT analizi istəyir, saç nümunəsi deyirəm,
Səni xəbərdar eləmişdim axı. Mən necə də sağ eləsəm ana. Kəs səsini. Vurub başını əzmək lazımdır. Oğlum, sənə bəzi şeyləri deməliyəm. Mən də ata. Səlimin qızını sən götürüb qaçmısan ya yox? Yox. O mənim evimdə idi. Öz başına ora gəlmişdi. Sonra birdən-birə yoxa çıxdı. O sənin evinə gələndə niyə aparıb atasına təhvil vermədin? O mənə başqa çıxış yolu qoymadı. Mən onunla evlənəcəm. Nahaq yerə belə eləyirsən, oğlum. Ata, niyə onun atası ilə bu qədər ədavətin var? Bunun səbəbləri var, sənə deyə bilmərəm. Şirzad, Sən niyə bura gəlmisən? hanı mənim qızım? Məni çağırmısınız, ana? Hə, bu Banu'nun saç telidir. Məndə də Səmanın saçı var, ana. Yaxşı. Sabah ikisinin də saçını apar, DNT analiz eləsinlər. Baş üstə. Saç tellərini də eşik salma. Narahat olmayın. Mənim sənin qızından nə işim var? Sənə nə demişdim? Mənim oğlumun bu işə heç bir adiyyatı yoxdur. Bəlkə də oğlunun aidiyyatı yoxdur. Amma dəqiq bilirəm, burada sənin əlin var. Mən o qədər alçaq adam deyiləm. Hey, mənə bax Şirzad, sənin qızın olmayıb. Qız övladının necə dəyərli olduğunu sən hardan biləsən? Ona görə də səndən xahiş eləyirəm. Əgər məndən qisas almaq üçün qızımı oğurlamısansa, sənə yalvarıram, qızımı qaytar. Mən qızının harda olduğunu bilmirəm. Mənə bax, lazım olsa sənin qarşında diz çökərəm. Amma qızımı qaytar. Get qızını küçədə axtar. Ağzından çıxan sözə fikir ver. Kəs səsini görüm. Nə cürətlə gəlib mənim evimdə səsini qaldırırsan? Ata, xahiş eləyirəm. Aslan, çəkil qabağımdan. Mən həll eləyəcəm. Səni yenidən tapdığım bir vaxtda həbs olunmağını istəmirəm. Səlim bəy, mən sizə söz verirəm. Şəhrizadı tapıb özüm sizin yanınıza gətirəcəm. Mən həmişə sözümün üstündə dururam. Xahiş eləyirəm, indi isə çıxın gedin. Sənə inandım Aslan. Hər şeyə görə sən özün günahkarsan. Sən neynədiyini özün bilirsən. Əgər vaxtında mənim sözümə qulaq assaydın, bütün bunlar olmazdı. O qızdan ayrıla bilmərəm, ata. Mən söz vermişəm. Ay axmaq.
adi bir qulluqçu ilə öz nəvəsinin DNT nümunələrini yoxlatdırmaq Səltənət ananın nəyinə lazımdır? Çox maraqlıdır. Mən bir yol tapıb saç nümunələrini dəyişməliyəm. İndi mən nə edəcəm? Bu ulduz yenə nəsə eləmək istəyir. Məleykə, de görüm qaynın niyə gəlib? Hə? Evlənmək istədiyi qız, Şəhrizad, harasa yoxa çıxıb. Vay. Hey. Niyə yoxa çıxıb? Bilmirəm. İndi hamı hər yerdə onu axtarır. Ümid eləyirəm, qaynın özü o qızı gizlətməyib. Niyə belə deyirsən? Axı o düşmən ailənin qızıdır. Üstəlik ata-anası da evlənmələrinə qarşıdır. Hə? Ən yaxşı variant qızı hardasa gizlətməkdir. Aslan belə bir şey eləməz. O imanlı oğlandı. Nə? İmanlı deyir. Ey, insanın əsl xislətini bilmək olmur. Ana, sən elə bilirsən ki, hamı pisdir. Qaynın nəsə başqa cür oğlandı. Onun kürəyində qanadları var, mələk kimi uçur. Kürəyində qanadı olmasa da qüruru var. Kürəyinin üstündə başı var. O başının içində də düşünən beyni var. O nə edəcəyini çox yaxşı bilir. Daha sənə sözüm yoxdur. Salam nənə, necəsən? Salam oğlum, keç əyləş. Yaxşı. Sənə bir söz deməliyəm. Çünki sən mənim inandığım, güvəndiyim nəvəmsən. Səni eşidirəm nənə, buyur. Səmanın öldüyünü deyib, həmin cəsədi bura gətirəndə bir məsələ olmuşdu. O oğru oğlan var ha, Aslan. O mənə bir boyunbağı vermişdi. Onu rəhmətli əmin gələcək övladının anasına vermişdi. Aslan isə dedi ki, boyunbağı Səmanındır. Amma mən bundan əvvəl yoxlatdıranda DNT analizində Banunun əminin qızı olduğu məlum olmuşdu. Səmanın varis olduğunu bilirəm. Amma sənin bunu bilməyini istəmirdim. Mən həmin o boyunbağını Banuya göstərəndə mənimkidir deyib götürdü. Amma yenə də ürəyimdəki şübhə məni rahat buraxmır. Bundan nə demək istəyirsən nənə? Mən yenə bir dəfədə hər ikisinin DNT analizini yoxlatmaq istəyirəm. Mən hər şeyi bilirəm. Amma məhz indi Səmanın varis olduğunu bilməyini istəmirəm. Oğlum, niyə susursan, heç nə demirsən? Bu sənin istəyindir nənə. Sən nə desən, elə olsun. Yenə bir də yoxlat. Bəs əgər varis Banu yox, Səma olsa, onda sən neyniyəcəksən? Deyirlər, iki insanın nikahı göylərdə bağlanır. Banu mənim həyat yoldaşımdır. Mən ondan varis olduğu üçün evlənməmişəm. Tale elə gətirdi ki, o mənə ərə gəldi. Nənəcan, ona görə də mən Banudan ayrılmayacağam. Afərin mənim balam. Mən səndən məhz bu cavabı gözləyirdim. Səmanın varis olduğu indi üzə çıxmamalıdır.
Nəsə eləmək lazımdır. Eşidirsən? Lal kimi oturma, bir söz de də. Neyləmək lazımdır axı? Babəkin otağına girəcəksən. Saç telini tapacaqsan. İkisinin yerini dəyişəcəksən. Öhdəsindən gələrsən? Bu elə də çətin iş deyil ki. Axmaq, bu böyük işdir. Həm də çox çətindir. Bacararsan? Əlbəttə bacararam. Mən bundan da çətin işlər görmüşəm. Kənddə hamı məni yaxşı tanıyır. Bilirsən mən kənddə nə qədər mal-qaraya baxmışam? Mənə bax, gözlərimə bax. Doğrudan öhdəsindən gələrsən? Əlbəttə, öhdəsindən gələcəm. Özün görəcəksən. Yaxşı, get. Amma diqqətli ol, səhv eləmə. Başa düşdün? Get. Yaxşı, oldu. Tək öhdəsindən gəlsin, tək öhdəsindən gəlsin. Yunisə nə dedin? Sən nə eləmək istəyirsən? Sənin işin olmasın. Əşi, bəsdir də, qoy oturmuşuq da, Yulduz. Ay, Sənə görə buradan qovula bilərik, başa düşürsən? Hə? Nə fikirləşmirsən? Allah uzaq eləsin, ağzından yel alsın. Ay, əslində mən heç nə eləməsəm, sən boş bəkar oturacaqsan. Sonra da küçəyə qovulacaqsan. Mənim bu elədiklərimə görə burada yeyib içib kef eləyirsən, başa düşdün? Hə. Ay Allah, bu arvada biraz insaf ver də. Bax, belə eləsən çıxıb gedəcəm. Başqasını tapacam. Başqasını tapıb evlənəcəm. Salam əleyküm. Necəsiz? Sən mənim otağımda nə gəzirsən? Mən bilirsiniz, məni deyirsiz? Sən Mən bilirsiniz, dedim burada nə gəzirsən? mən axtarırdım da. Nə axtarırdın? Saç var ha. Saç? Hə, saçı daramaq üçün daraq. Sənin başın xarabdır. Mənim otağımda nə gəzirsən? Yox, məni düz başa düşün. Mən səhv salmışam. Otağımız oxşuyur. Ona görə qəribə təsadüf kinosundakı kimi elə bil oldu. Özünü dəli yerinə qoyumsan? Yox, düz deyirəm. Ev böyükdür. Mən də təzə gəlmişəm. Ona görə səhv saldım. Otaqlar çoxdur axı. Mən də kəndçi adamam. Biz tərəflərdə belə böyük evlər olmur. Mən də çaşdım. Yaxşı, artıq gedim. Deyəsən parik burada yoxdur. Çıx get. Bu mənim otağımda nə edirdi axı? Başa düşmürəm. Başa düşməyi də istəmirəm. Doğrudan da səhv özümdədir. Şəhrizada söz verməli deyildim. Evlənmək istədiyin qızı itirmisən? Kimsə məndən oyun oynayır. Kimsə qəsdən bunu eləyib. Ailələr arasında ədavət salmaq istəyir. Yox, buna imkan verməməliyəm. Bu məsələ ilə bağlı atamla danışmalıyam. Nə problem olduğunu ətraflı aydınlaşdırmalıyam. Səlim bəylə atamın arasında nə ədavət var axı? Bunu aydınlaşdırsam, mənlə oyun oynayan adamın kim olduğunu biləcəm. Sabah Babək saç nümunələrini aparıb DNT analizi üçün versə, tezliklə hər şey aydınlaşacaq. Mənim nəvəm kimdir? Səma? Yoxsa Banu? Amma Banu mənə çox oxşayır. Səma isə toydan sonra ondan qəlbim qırılıb.
Bağışla, üzr istəyirəm. Öhdəsindən gələ bilmədim. Sən onsuz da heç nə bacarmırsan. Yekə-yekə danışmaq lazım değildi. Tapa bilmədim də bacı. Bilmədim Babək saç nümunələrini harda gizlədib. Yəqin otağı yaxşı axtarmamısan da. Axtarmadığım yeri qalmadı. Burada da hər şeyi məhv elədin, Yunis. Of, Ay arvad, sən də adam tapdın da iş tapşırmağa. Axı o toyumuzda da problem çıxarmışdı. Yadından çıxıb? Yeznə. yaxşı, özüm yoluna qoyaram. Yenə mən fikirləşməliyəm. Üstəlik bu da quyruq kimi böyrümə sıxılıb. Ay, Hə, Yulduz, sən əvvəldən işi səhv adama tapşırmısan. Əgər ələ keçsək bilirsən nə olacaq? bəs mən neyniyim, hə? Əlimizi qoynumuza qoyub oturaq, hə? Bannun da sirri açılsın. Açın! Mən nə edəcəm? Oturmusan? Yaxşı yerləşə bildin? Mənə nə eləmək istəyirsən? Heç nə. Onda nəyə görə məni bura gətirmisən? Bunun bəzi səbəbləri var. Deyirəm, məni nəyə görə bura gətirmisən? Mən heç vaxt tutduğumu buraxmıram. Axı mən sənə nə pislik eləmişəm? Lazımsız vaxtda lazımsız adamın yanında oldun. Ona görə burdasan. Bu sözlərinlə nə demək istəyirsən? Acından ölməyəcəksən. Soyuducuda yemək var. Cavab ver, nə demək istəyirsən? Məni burax gedim. Əgər istəsən, nə qədər pul lazımdırsa atamdan alıb verərəm. Pul artıq mənim üçün problem deyil. Bilirsən, indi mənim varlı atam var. Yaxşı, bəs onda sənə nə lazımdır? Dedim axı sonra bilərsən. Sakitcə burada otur, yaxşı? Dayan, aç deyirəm, aç qapını. Ay Allah. Oh. Nəsə olub? Ay. Ay. Məni yaman qorxutdun oğlum. Siz burada nə edirsiniz, hə? Heç elə indicə bura bir kəpənək girdi. Baxırdım görüm hara uçub getdi. İstəyirdim onu çölə çıxarım. Sizdən soruşdum, burada nə edirsiniz? Su içməyə gəlmişdim. Gördüm ki, evə kəpənək girdi. Mətbəx bu tərəfdə deyil axı. Arxa tərəfdədir. Başa düşdünüz? Bəs sən burada nə gəzirsən? Kəpənək axtarırsan? İşə bir bax. Siz gördüyünüz kəpənək elə bayaq yanımdan uçub getdi. Mən Babəkə iş tapşırmaq istəyirəm. Hə? Nə işdir elə bilmək olar? Başa düşmədim. Mən sizə hesab verməliyəm? Yaxşı, üzr istəyirəm. Bağışla. Gecə vaxtı nə iş ola bilər? Kəpənəyi görsən məndən salam deyərsən. Ay, düzünü deyim, o dəli qaynan məni lap boğaza yığdı. Axır ki, onun ağlı başına gəldi. Fikirləşdim ki, indi sakitləşər, amma yox. Əksinə, lap ağını çıxardır. O sənə neynir axı? Sənə heç bir pislik eləmir. Hər gün buradadır, hər gün buradadır. Qapıdan qovursan, bacadan girir. Oğru. Gəlirsə, mənim yanıma gəlir də. Problemi ilə bağlı gəlir. Doğma bacısı kimi məndən kömək istəyir. Onun heç kimi yoxdur.
Sənin ürəyində az da olsa sevgi var. Sevgi mevgi yoxdur. Yoxdur. Ana, onun nə bacısı, nə anası var. O məni bacısı hesab eləyir. Ey, deyəsən sən də onu qardaşın hesab eləyirsən. O oğlana görə sevdiyi qızın yanına gedib onunla danışdın da. Axı o mənim qaynımdır, yad deyil ki. Neyniyim? İstədim Neyniyim? o xoşbəxt olsun. Sevdiyi qız da özü kimi dəlidir. Dəlidir. Niyə dərhal razı olub ona ərə getmir? Puh, işə bir bax, kişinin qızı yaddaşını itirib. Bilmirəm, mən Aslanı Səmanın yadına salmağa çalışdım. Amma o xatırlaya bilmədi. O yad deyil. Nə olsun, nə İstəyirəm olsun? o xoşbəxt olsun. Başa düşmədimi? Sən Səmanın yanına getmisən? Mənim icazəm olmadan küçəyə çıxmısan? Yox. Sən əsəbləşmə oğlum, əsəbləşmə, sakit ol. Mən yanındaydım. Qızımla mən bir yerdə getdik. Bunu sənin qardaşının xoşbəxtliyi üçün elədik. Yaxşı. Gedib neynədiniz ki? Qardaşının sevgilisi Səma var ha. Biz gedib onunla danışdıq. Səma. Hə qızım, özündə. Hə, amma təəssüf ki, o yaddaşını itirib. Aslanı xatırlamadı. Biz əlimizdən gələni elədik ki, Aslan xoşbəxt olsun. Dedik, Səma ilə evlənsə, düşməninizin qızını yadından çıxarar. Qızımla mən əlimizdən gələni eləyirik ki, Aslan o qızla evlənməsin. Yaxşı eləmisiniz. Hə, sağ ol. Amma qızın yaddaşını itirməyi heç yaxşı olmuyor. Hə, yadına sala bilmədi. Əlimdən gələni elədim. Düzdür. Oldu. Bax gördün? Yerindəcə həll elədim. Özün də deyirsən səni fikirləşmirəm. Ey, mən səni fikirləşdiyim üçün burada yaşayıram. Olal burada yoxdur ki. Ana, yoxdur, gəl. Hə, nə olub? Yunus saç tellərini dəyişə bilməyib. Nə? Tərslikdən mən də dəyişə bilmədim. Ay Allah, indi necə olacaq ana? Bilmirəm. Əslinə qalsa, hər şeyə görə sən günahkarsan. Nə? Ho, nənən saçını hörmək istəyəndə niyə razı olurdun, hə? Mən səni xəbərdar eləmişdim. DNT analiz elətdirmək istədiyini demişdim. Nənəmin məqsədini hardan biləydim? Sənə demişdim axı, DNT analiz eləməyi düşünür, problemimiz var. Biraz başını işlətsəydin olmazdı, hə? Mən nənəmi dostum hesab eləyirdim ana. İndi bildin bu dünyada heç kimlə dost olmaz? Hə, indi bildim. Amma indi bundan sonra necə olacaq? Hələ üstəlik başqa bir problem də var. Nə problem? Mən hər şeyi bilirəm. Hər şeyi bilirəm. Bu nə deməkdir ana? Mən də bilmirəm. Birini evin qapısının yanından götürdüm. Birini də küçə qapısının yanında tapdım. Kimsə gətirib ora qoyub. Görəsən kimdir? O hər şeyi bilir. Kim? Kimsə hər şeyi bilir. Axı kim nəyi bilir ana? Mən hardan bilim? Səncə bu kimin işi ola bilər? Hə? Ağlıma heç nə gəlmir ana. Əgər bunun Səma olduğunu fikirləşsək, o da artıq yaddaşını itirib. Bunu başqa kim eləyə bilər? Mənə bax. Görəsən ərin deyil ki, hə? Lal ərin. Niyə belə deyirsən ana? O Lal danışa bilmir də. Deyirəm bəlkə ona görə fikrini məktublara yazır. Allah vurmuş. Bəs səbəb nədir? Bilmirəm. Ginekoloq Safiya var ha. Hə. Ərin onun yanına gedib mənim haqqımda suallar verib. Başa düşdün? Ana,
Sən heç olmasa bir gün sakit dayanacaqsan? Oh, mən sakitəm də, neynirəm ki? Yaxşı, ərim indi harda olsa gələcək. Səni otağımızda görsə yenə əsəbləşəcək. Yaxşı, qoy bura. Məktubu yerinə qoy. Ey, bunu heç kimə göstərmə. Göstərməyəcəm. Otağımızda zəhərmara qalsın elə. Mən getdim. Atanla özümüzün otağımız var. Sən? Oo, gəl Məcnun. Sən bu evdə nə gəzirsən? Bəs sən burada nə edirsən? Mən atamın yanına gəlmişəm. Hə. Yoxsa sən də atanın yanına gəlmisən? Xoşuna gəlmədi? Romeo. Nədir? Yenə burada? Siz nə edirsiniz? Ümumiyyətlə ağlınız başınızdadır? Niyə dalaşırsınız? Birinci aslan başladı. Öldürəcəm səni. Bu evdə nə gəzirsən? Bəsdir! Mənə sözüm var, oğlum. Hə, sözüm var. Amma bu köpəyi buradan çıxart. Küçəyə çıx görüm Samir. Hə, sürüş buradan. Oldu, gedirəm. O sənin nəyindi? Köməkçimdir. Nə olub? Onu niyə işə götürmüsən? Bunun sənə heç bir dəxli yoxdur. Mənə nə sözün var idi? Mənə yalnız bir məsələ ilə bağlı köməyin lazımdır. Nə ilə bağlı? Mümkünsə mənə Şəhrizadı tapmağa kömək elə. Heç vaxt. Ata, xahiş eləyirəm. Sən nə desən, mən hə deyərəm. Nə istəsən eləyərəm. Amma məndən bunu istəmə. Mənim başqa istəyim yoxdur. İcazənlə. Romeo, Nədir? reisin səni çağırır. Yoluna davam elə Məcnun. Ata, Niyə Aslanla dalaşdın? Axı o sənin qardaşındır. O bilməsə də sən bilirsən axı. ata birinci özü başladı. Bilmirəm niyə onun məndən xoşu gəlmir. Mən sadəcə özümü müdafiə elədim. Məni atanı hesab eləyirsənsə, ona bir də əl qaldırmayacaqsan. Yaxşı. İndi Şəhrizadı hardan tapama? Ürək yumşaqlıq eləyib, nahaq ona evimdə qalmağa icazə verdim. Məleykə həmin vaxt onu evinə apar deyəndə, gərək sözünə qulaq asardım. Axı mən neynirəm? Hansı yolla gedirəm? Elədiklərimi özüm də başa düşmürəm. Aslan, niyə Şəhrizadı axtarırsan? Səma... Səma, nələr baş verir?
Görəsən sənin işini necə eləyim, hə? Yaxşı, bir çıxış yolu taparam. Amma nə olursa olsun, hər şeyi yoluna qoymalıyam. Serial Space televiziyasının sifarişi ilə turlaşılır. Əldə gör çıraqlar, dönüb çıxıb gedən günlər, soyudu ocaqlar. O koşanlar əfsus bitdi, saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız, bizdən küsüb hara getdi.